Salam, hər vaxtınız xeyir. Düz xətlərə aid 27-ci məsələyə baxırıq. Deyir ki, ABC üçbucağı verilib, təpə nöqtələr verilib, B təpəsindən, A təpəsindən keçən mediana endirilmiş perpendikulyarın uzunluğunu bizdən soruşur. A nöqtəsindən keçən median göy xətlə göstərilib, perpendikulyarda qırmızı xətlə. Bilirik ki, üçbucağın medianı çəkildiyi tərəfi yarıya böldür. A təpəsindən çəkilmiş medianın oturacağına M nöqtəsi deyək. Bu M nöqtəsi B və C nöqtələrinin uyğun koordinatlarının yarısına bərabər olacaq M nöqtəsinin koordinatları. Çünki M nöqtəsi BC parçasının orta nöqtəsidir. Odur ki, M nöqtəsinin koordinatları 5 üstəgəl 3 bölünsün 2, 7 üstəgəl -13, yəni 7 - 13 bölünsün 2 olacaq. Bu da bərabərdir. M nöqtəsinin koordinatları 8/2 4, 7 - 13 -6/2 -3. M nöqtəsinin koordinatlarını tapdıq 4 -3. İndi isə B nöqtəsindən A və M nöqtələrindən keçən düz xəttə qədər olan məsafəni tapmalıyıq. Bu məsafəyə D deyək. Əvvəlcə A və M nöqtələrindən keçən düz xəttin tənliyini yazmalıyıq. Düz xəttin 2 nöqtəsi varsa, biz 2 nöqtədən keçən düz xəttin tənliyini yaza bilərik. 2 nöqtədən keçən düz xəttin tənliyi x çıxılsın x1. Burada x1 olsun 1, x1, bu olsun y1. M nöqtəsinin koordinatlarını x2, y2 deyək. X çıxılsın x1, 1 bölünsün. X2 çıxılsın, x2 4-dür, 4 çıx 1 bərabərdir. Y çıxılsın, y1, yəni 2 bölünsün. Y2 -3-dür, y2 çıxılsın, y1, 2. -3 çıx 2. Sadələşmə aparaq. X çıx 1 böl 3 bərabərdir. Y çıx 2 böl -5. -5 bu x çıx 1 bərabərdir. 3 vur y çıx 2. -5 qız üstəgəl 5 bərabərdir. 3y çıx 6. -5 qız çıx 3y üstəgəl 11 bərabərdir 0. Bu oldu A və M nöqtələrindən keçən düz xəttin tənliyi. Bu şəkildədir. Yəni medianın tənliyini yazdıq. Bu medianın tənliyidir. İndi isə B nöqtəsindən həmin mediana qədər olan məsafəni tapmalıyıq. Ötən videoda demişdik ki, nöqtədən düz xəttə qədər olan məsafəni tapmaq üçün D bərabərdir A x0 plus B y0 plus C bölünsün. Kök altında A kvadrat plus B kvadrat üstünündən tapılır. Burada x0, y0, B-nin koordinatları olacaq. x0, y0. Düz xəttimizdə A və M nöqtələrindən keçən düz xəttin tənliyi olacaq. Yəni bu tənliyi olacaq. B nöqtəsinin koordinatları 3, 7. 3, 7. B nöqtəsindən -5 x çıx 3 y üstəgəl 11 bərabərdir 0. Düz xəttinə qədər olan məsafəni tapmalıyıq. D bərabərdir. A -5-dir, -5 vurulsun B nöqtəsinin apsisi. Burada B -3-ə bərabərdir. -3 vurulsun B nöqtəsinin ordinatı çıx 3 vur 7
Üstə gəl C. C isə 11-ə bərabərdir. Bölünsün. Kök altında A-nın kvadratı, yəni -5-in kvadratı. Üstə gəl. -3-ün kvadratı. Bərabərdir. -15, -21, üstə gəl 11, bölünsün. Kök altında 25 plus 9 bərabərdir. Bunu hesablasaq, -21 üstə gəl 11, -10, -25 olduqla bölünsün. 34 kök altında bərabərdir. 25 bölünsün. Kök altında 34. İrrasionallıqdan azad etsək, 25 kök altında 34 bölünsün 34. Həmin məsafə D bərabərdir. 25 kök altında 34 bölünsün 34. B nöqtəsindən AM mediana qədər olan məsafə 25 kökdə 34 bölünsün 34 ilə bərabər.